Saatda isə bir qrup şirkət əməkdaşı əmək haqlarının verilməməsindən şikayətçidir. Bölgədə internet dirəklərinin bastırılması, eləcə də kabellərin çəkilməsi işini görən bir qrup saatlı sakini iddia edir ki, aylardır ki, işlədikləri şirkət 60-a yaxın işçinin əmək haqqını vermir. Şirkət əməkdaşları deyir ki, onları podraçı şirkətlə müqaviləsi olan Rəşad Rəşidov adlı şəxs işə cəlb edib. Onlara həvalə olunan işi vaxtında təhvil verən fəhlələr əvvəllər əmək haqlarını vaxtında alsalar da, ötən ilin ortalarından gördükləri işin pulunu bugünə qədər ala bilmirlər. Şirkətin özündə dolmuşuq 2 dəfə vəd verilib ki, yəni filan tarixdə verəcəyik, yenə də verilməyib və bu günə kimi də dəfələrlə alladılıb, 10 günə, 15 günə veriləcək, yenə də verilməyib. Şirkət üçün çalışan digər fiziki şəxslər də əmək haqlarını nə zaman alacaqlarını gözləyirlər. 7000 alacağım var mən. Mən də 5 nəfər işçi vardı yanımda. İndi bayrama görə hamı deyir ki, mənim pulumu ver. Biz də Rəşadda zəng edirik, telefonlarımızı açmırlar. Dekabr ayında da yəni bizə onunla danışmışıq, deyiblər ilin axırına pul verəcəyik, bayram qabağı. Onda da pul verməyiblər. Hər kəs də gəlir qapıda mənimlə işləyən iş yoldaşlarım da gəlirlər, pul istəyirlər. İş yoldaşlarım da pulun verəm. Maaş gecikmələrinin səbəbini öyrənmək üçün Upsilon MMC ilə əlaqə saxladıq. Şirkət rəsmisi şifahi olaraq bildirdi ki, sözgedən işçilər şirkətin spodraçısı olan fiziki şəxslərin işçiləridir. İndiyə qədər ödənişlərin ödənilməsində problem olmayıb. Adı çəkilən spodraçı Rəşad Rəşidovla da əlaqə saxladıq. Bildirdi ki, hazırda yekun təhvil təslim işləri aparılır və hesablamalar yekunlaşandan sonra işçilərə nə qədər qalıq borcu varsa aprel ayının sonuna qədər tam ödəniləcək. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spois xəbər saatdı.